Özümə və sizə ilahi təqvaya riayət etməyi tövsiyə edirəm. Allah Taala inşallah cümləmizə təqvalı olmağı nəsib etsin və aqibət də təqvalılarındır. Ən əsas və ən diqqət çəkən mövzulardan biri budur ki, insan diqqət etməlidir ki, Allah Taala məni necə görmək istəyir? Allah məni necə görmək istəyir? Belə bir sual var. Allah bizi necə görmək istəyir? Məni necə görmək istəyir? Təbii ki, əgər insan bu sual ətrafında öz həyatını qursa, həqiqi bəndəçiliyə çatmış olar. Həqiqi bəndəçiliyə çatmış olar ki, bizim dinimizin əsas mövzularından biridir bəndə olmaq. Əsas mövzularından biri bəndə olmaqdır. Və əgər bir insan ki, bilsə ki, həqiqətən Allah Taala məni necə görmək istəyir? Allah məni necə görmək istəyir? Bəndəlik barəsində dediyimiz zaman bəndə bu cür fikirləşəcək ki, Allah necə görmək istəyir, o cür nə olum? Allah Taala harda görmək istəyir, orada olum. Və yeməyində, içməyində və hər bir həyatını, şəraitini bu istiqamətdə tənzimləyir ki, Allah Taala mənə nəzər yetirir. Necə ki, Quran-ı Kərimin bir çox ayələri bizə bunu deyir. Məsələn, biz bəzən olduğumuz yerdə görürük ki, əksəriyyət yerlərdə indi kameradan təchiz olunub. Əksəriyyət yerlərdə, hətta küçələrdə də indi kameralar var. Görürsünüz ki, insanlar nə edirlər? Kamera olan yerdə özlərini diqqətdə aparırlar ki, orada hər hansısa bir xətaya, səhvə yol verməsinlər. Bəs indi bir halda ki, Allah Taala bizə nəzarət edir. Yəni, Allah Taalanın, məsələn, 1400 il bundan əvvəl cəmaata bunu başa salmaq ki, Allah bizə baxır, nəzarət edir, kamera olmadığı müddət ərzində onlar bunu başa düşməyəcəkdilər. Onlar bunu anlamayacaqlar ki, necə olur Allah bizə nəzarət edir. Bu necə baş verə bilər? Amma bugün müasir dünyamız sanki elə bir Allahı tanımaqda bizim üçün daha da asanlaşdırır, daha da rahatlaşdırır ki, yəni ələm yələm bi ənəllahə yəra, insan bilmir ki, məgər Allah onu görür. Ən üstün insanlar o insanlardılar ki, İndi cəmaat içərisində özünü təqvalı, imanlı aparır öz yerində. İndi tək qaldığı zaman heç kəs yoxdur. Bunu daha heç kəs müşahidə eləyə bilmir. Bunu hər kəs öz içərisində bilir də. Necə ki, Quran-ı Kərimdə Allah Taala buyurur ki, insan özünü daha yaxşı tanıyır. Alə nəfsihi basirə. İnsan özünü daha yaxşı tanıyır, daha yaxşı bilir. İndi tək qaldığı müddət ərzində heç kəs yoxdur. Özünlə o apardığı heç kəs də olmasa belə adam öz içərisində özünlə danışır. Heç kim yoxdur. İndi cəmaatın içərisində olduğu kimi təqvalı, imanlı, tək qalanda da o cürdürsə əhsən ona, afərin. Bu həmin əhsən, afərin mən deyərdim ki, Allah Taala tərəfindəndir, həmin bəndəyə. Nə üçün? Çünki cəmaat içərisində olduğu kimi tək qalanda da bu cürdür. Heç kəs görməyəndə, heç kəs olmayanda, heç kəs tanımadığı bir yerdəsənsən, cəmaat səni burada heç kəs tanımır. Əgər orada da hələ Allah Taalanın görməyini və Allah Taalanın nəzarət etməyini bilirsənsə, xoş sənin halı var. Allah rəhmət etsin, alimlərimizdən olan Ayətullah Behçetdən deyirlər bu sözü. Ayətullah Behçet deyir ki, bəzi ayələr var ki, insan onu yazıb elə bir yerdə qoymalıdır ki, hansı ki, ora tez-tez baxır, o ayə ona xatırlatsın. Ayə ona xatırlatsın. Hansı ayədir? Deyir ki, ələm yələm bi ənəllahə yəra. Məgər insan bilmir ki, Allah onu görür. Məgər insan bilmir ki, Allah onu görür. Və bu, belə bir halda insanın Allah Taalanın gördüyü kimi, Allah Taalanın istədiyi kimi olmaq, bu insanın əldə etdiyi ən böyük uğurlardan biridir. Və həmçinin
Allah Taala bizi ümmət olaraq necə görmək istəyir? Parçalanmış görmək istəyir, yoxsa bir görmək istəyir? Bu da bir mühüm mövzulardan biridir. Allah Taala bizi necə görmək istəyir? Pərakəndə görmək istəyir, ya bir yerdə görmək istəyir? Hansı daha yaxşıdır? Yəni biz çalışaq ki, bu dünyada Allah Taalanın istəklərinə, Allah Taalanın tələblərinə cavab verək. Quran-ı Kərimdə Allah Taala buyurur ki, İnnə həzihi ummətukum ummətən vahidə. Allah Taala buyurur ki, həqiqətən bu sizin ümmətiniz vahid bir ümmətdir. Və ənə rəbbukum fəbudun. Mən də sizin Rəbbinizəm, mənə ibadət edin. Hər ayələrə diqqət etsək, görərik ki, Allah Taala pərakəndəlikdən çox cəm olmağa, bir olmağa insanları səsləyir. Həmin birliklər görürük ki, Quran-ı Kərimin Nisa surəsinin 59-cu ayəsində buyurur. Allah Taala buyurur ki, Yə eyyuhəl-ləzīnə āmənu, ey iman getirənlər, ətiullah, Allaha itaət edin, və rəsul, Peyğəmbərə itaət edin, və ulul əmr minkum, içərinizdən olan əmir sahiblərinə, imamlara itaət edin. İndi içərimizdə əgər bizi parçalayan nədir? İxtilaflardır. Deyir, fəin tənəzətum fi şeyin, əgər bir şey barəsində çəkirsiniz, əgər bir şey barəsində ixtilafa düşsünüz, fərudduhu iləllah, qaytarın həmin o mövzunu Allaha, Allahdan öyrənin, və rəsul, Peyğəmbərdən öyrənin. İn kuntum tu'minunə billahi vəl yevmil əxir, əgər siz axirət gününə və Allaha iman etmisinizsə bu cür nə edin? Baxsaq, neçə ayələr var ki, Allah Taala ümmətin bir olmasını görmək istəyir. Allah Taala ümmətin bir olmasını görmək istəyir. Məsələn, İmam Hüseyn əleyhissalamın hələ Kərbəla faciəsinə diqqət etdiyimiz zaman İmam Hüseyn əleyhissalam ümmət içərisində ixtilaf yaratmaq istəmirdi. İmam Hüseyn ixtilaf yaratmaq istəmirdi. Hətta İmam Hüseyn əleyhissalamın göstərdiyi sülh təklifi var idi. İmam Hüseyn nə tələb eləyirdi onlardan? İmam Hüseyn əleyhissalamın o tələbləri içərisində birinci tələb bu idi ki, mən gəldiyim yerə də qayıdım. Heç müharibə də olmasın, heç qan da tökülməsin. Mən gəldiyim yerə, yəni hardan gəlmişdim Mədinəyə? Mədinəyə də qayıdım. İkinci məsələ, əgər Mədinəyə qoymursunuzsa məni. İkinci məsələ budur ki, elə bir yerdə qalım ki, sərhəddə qalım. Sərhəddə, yəni bizim başa düşəcəyimiz ifadə ilə desə, yəni elə bir yerdə, ucqar bir yerdə qalım, siravi bir insan kimi. Heç sizin işinizə də qarışmayın. İkinci təklif budur. Üçüncü təklif budur ki, İmam Hüseyn deyir ki, gedim Yezidlə özüm danışım. Şərait yaradım mənim üçün, Yezidlə özüm danışım. Deyir Ömər ibn Səd, İmam Hüseyn əleyhissalamın bu təkliflərini İbn Ziyada göndərir. İbn Ziyad Küfə şəhərinin hakimidir. Göndərir ki, Hüseyn sülh istəyir, hələ sülhlə bu məsələni bitirək. Hüseyn sülh istəyir, sülhlə bu məsələni bitirək. Hardasa Ömər ibn Səd bu sözdən təsirlənmişdi, tarixdə bu cür qeyd olunur. Hardasa bu sözdən təsirlənmişdi. Şimr ibn Zilcoşən Ömər ibn Sədə deyir ki, İbn Ziyada deyir ki, yox, sən Hüseynin getməsinə icazə vermə. Əgər Hüseyn bu torpaqlarda sizə beyyət etmirsə, əgər buradan çıxıb getsə, güc, qüvvə toplayıb, sonra sizə hücum edəcək. Mütləq sənə təslim olmalıdır. Deyib, bu sözlərdən sonra İbn Ziyad Şimr ibn Zilcoşənlə bir məktub göndərir Ömər ibn Sədə, deyir, ya Hüseyni təslim eləməlisən bizə, ya da ki, onu öldürməlisən. Əgər bu işi bacarmasan,
rəhbərliyi keçir Şimr ibn Zilcoşənə. Belə o səbəbdən də Ömər ibn Səd birinci oxu İmam Hüseyn əleyhissalamı tərəf atanda cəmaata dedi ki, ay cəmaat, şahid olun, birinci oxu mən atıram İmam Hüseynə. Bəs İmam Hüseyn əleyhissalam özü vəhdəti təşkil edəndir. Siz təsəvvür edin ki, İslam məzhəbləri arasında İmam Hüseynlə bağlı heç bir ixtilaf yoxdur. İmam Hüseyni hamı qəbul edir. Hamı İmam Hüseyn əleyhissalamın ziyarətinə gedir. Hələ diqqət etsək, Ərbəin ziyarətində İmam Hüseyn əleyhissalamın 40 mərasimi ziyarətinə görərik ki, orada nəinki İslam dininin müxtəlif məzhəblərindən, hətta xristiyan dininin nümayəndələri də o həmin Ərbəin ziyarətində iştirak edirlər. Və mən xristiyan dininin o nümayəndəsinin müsahibəsinə diqqət etdim. Orada bu cür deyir. Mən İncil kitabında oxumuşam ki, Fərat çayının sahillərində bir nəfər məzlumcasına şəhid olacaq. Mənim əqidəmə görə o hələ İmam Hüseyndir. Bu həmin xristiyan deyir ki, İmam Hüseyn əleyhissalamın ziyarətində iştirak edən insanlardandır. Bəs İmam Hüseyn əleyhissalam özü bir vəhdətdir ki, hansı ki bizim dinimizdə olan bir sıra əməllər vəhdətimizin nişanəsidir. O həmin vəhdətlərdən biri də Həzrəti İmam Hüseyn əleyhissalamdır. Və həmçinin qeyd etmək istəyirəm ki, bu günləri 26 iyun Silahlı Qüvvələr günüdür. Bu günləri bizim ordumuzun günüdür. Allah Teala ordumuzu daim rəşadətli, qalib qərar versin. Allah Teala'dan duamız budur ki, bu həmin ölkəmizin mühafizəsi üçün, qoruması üçün canını fəda etmiş şəhidlərimizə Allah Teala rəhmət etsin, qazilərimizə şəfa versin. Allah Teala'dan duamız budur, bu cümələr hörmətinə günahlarımızı əfv etsin, tövbələrimizi qəbul etsin. Allah Teala öz böyüklüyü xatirinə bizi bəndəlikdən kənar etməsin. Allah Teala bizi haqq yolumuzda Peyğəmbər və əhl-i beyti ilə birlikdə qərar versin. Allah Teala qiyamət günündə onların şəfaətini bizlərə nəsib etsin. Allah Teala inşallah İmam Zaman əleyhissalamın zuhuru barəsində bizlərə hazır olanlardan qərar versin. Salam, salavatlarımızı, dualarımızı İmam Zaman əleyhissalamın barəsində qəbul etsin. Allah Teala bütün xəstələrə, xüsusilə nəzərdə olan xəstələrə şəfa versin. Dünyadan köçən bütün müsəlmanlara rəhmət etsin. Hidayət olmayan insanlara Allah Teala tezliklə haqqı hidayət etsin. Allah Teala bütün müsəlmanları sülh və əmin-əmanlıq içərisində qərar versin. Allah Teala ən gözəl, ən xeyirli duaları bizim və bütün müsəlmanların barəsində qəbul etsin. İnşallah dualarımızın qəbul olmasına xatir İmam Hüseyn əleyhissalam, Kərbəla şəhidləri, Kərbəla əsirləri, vətən uğrunda şəhid olanların ruhuna 3 dəfə salavat zikr edək.